İnsanların bəzən ayaqları həddindən artıq üşüyür. Bunun bir sıra səbəbləri ola bilər. Məsələn, insanın ayağında, yəni periferik hissələrdə, bu həm ayaqlara aid deyil, həm əllərə, həm ayaqlara aiddir. Həddindən artıq üşümə, buz kimi olma, ayaqların periferik hissələrində burada qan dövranının zəifləməsi bu birinci səbəbdir. Anemiya kimi səbəblər, məsələn, qanda dəmir çatışmazlığı, dəmir defisitli anemiya, B12 defisitli anemiya burada bu artıq ikinci bir səbəbdir. Başqa bir mexanizmdən ayaqların üşüməsinə səbəb olur. Heç hərəkət etməmək, az hərəkət etmək, ayaqların, əllərin fiziki olaraq az hərəkət etməsi nəticəsində ora qan getməməsi və nəticədə çox üşümə. Bu da üçüncü səbəbdir. Dördüncü səbəb də odur ki, insanın stres və gərginlik halında olması, nəyəsə əsəbləşməsi, yaxud da müəyyən özünə də məlum olmayan səbəblərdən bütün günü gərginlik halında olması. Gərgin halda olanda stressdən, əsəbdən həmin o qan damarları yığılır və yığıldığı üçün spazm vəziyyətində olur. Yığıldığı üçün qan hərəkəti, qan dövranı orada pozulur və pozulduğu üçün də ayaqlarda üşüməyə səbəb olur. Hər bir halda ayaqların üşüməsi bu bədənin bir siqnalıdır ki, yəni mənə fikir ver, mənim qeydimə qal və bunun səbəbini araşdırıb həmin səbəbə qarşı mübarizə aparmaq lazımdır və soyuq havalarda daha isti biraz geyinmək lazımdır ayaq hissələrdə və həmçinin daha çox hərəkət eləmək lazımdır.